dostlar, durmuşam eyvanda, bu gözəl mənzərəli evin qabağında. 200 kvadrat, 5 otaqlı, 2 mərtəbəli ev. Gəlin göstərim. Gəlin dalınca. Mən tərəf gəl. Gəlin evin salını göstərim sizə. Baxın, bura evin salıdır, çox gözəldir, çox rahatdır. Həqiqətən də meydança kimi evdir, yəni meydança kimi zaldır. İndi gəlin dalınca. Mətbəxə bax. Gəl dalınca, gəl. Gör nə geniş mətbəxdir. Mətbəx stüdyo. Ev yerləri, burada qəşəng yeməkləri pişirirsən. Gördüyünüz kimi çox gözəldir. Burada da rahat yemək yemək üçün qəşəng belə oturursan, yeməyini yeyirsən. Çox genişdir, çox gözəldir. Yəni rahat da, yəni mətbəx bu qədər gözəl ola bilməz. İndi sizə gözəl bir yeri göstərəcəm. Gəlin dalınıza, gəlin yenə. Xanımlar üçün ən vacib olan nədir? Bir mətbəxdir, bir də çamaşırxana. Baxın, görün nə genişdir, nə gözəldir. Sonra sanzer. Çox gözəl təmirlidir də, yəni. Bir də belə vanna otağı, hamam. Yəni rahat da, əziz ev yiyərləri, bu ev əldən qaçırmaq olmaz. Çox gözəldir, çox gözəl təmirlidir. Gəldik dalınca, gəldik. İkinci mərtəbəyə çıxmamışdan əvvəl sizə bir şey göstərim. Deməli, ev yiyəsi belə bir şey düşünüb. Əgər artıq əşyalarınız varsa, belə yığırsınız şkaflara. Baxın, burada da var şkafları, yığırsınız şkaflara. Hər mərtəbənin sanuzeri ayrıdır da. İkinci mərtəbəyə çıxan birinci mərtəbəyə əsla düşməz. Gəl dalınca, sən nələr göstərəcəm. Gəl. Özdə pilləkən var ha, fıstıqaç. Hər evdə belə pilləkən olmur. Gəl dalınca, gəl. Bura ikinci mərtəbənin dəhlisidir. Gəl dalınca. Bura uşaq otağıdır. Görün nə gözəldir, nə genişdir. Və onu deyim ki, hər otağın öz pəncərəsi var. Gəlin dalınca, gəlin. Nədir, yoruldun? Əlbəttə yorulasan. Otaqlar bitmir, ev böyükdür. Gəl dalınca. Buranı istədiyin yer etmək olar, istirahət yer etmək olar. Burada gözəl mənzərə açılır. Və əlbəttə ki, buranın da yəni sanuzeri var, yəni şaşırmadıq. Həqiqətən də çox möhtəşəm bir evdir. İstədiyin yerə də bilərsən, ofis ev, nə bilim, istirahət qüşəsi elə, belə qəşəng mənzərəyə bax. Yəni, nə cür istəyirsənsə, elə də et. Mən həqiqətən də yoruldum, amma otaqlarımız bitmir. Gəlin sizə növbət otağı göstərim. Bura isə yataq otağıdır. Kifayət qədər genişdir. Çox gözəldir də, yəni yumuşaq belə yataq dəstir. Qəşəng belə mənzərəsi. Olduqca genişdir. Bu evi aldınsa, açarı daxil elə, gir evə. Başqa heç nəyə ehtiyac yoxdur. Əşyaları ilə birlikdə. Gəl dalınca. Və dostlar, evin dəhlizinə baxın da, yəni. Görün nə gözəl şəraiti var həqiqətən də bu evin. Hər otağı ayrı bir dünya. Gəlin sizə digər otağı göstərim. Burada digər otaqdır. Deməli, əgər bir qonağınız gələrsə, onu gözəl otağa yerləşdirirsiniz. Qəşəng. Mebellərdə yəni nəyi var da, onu deyim sizə. Mebellərdə superdir. Adam bir mebellərə baxsın, evə baxsın və belə gözəl pəncərələri ilə birlikdə tavanı yüksəkdir, möhtəşəm təmirli, işıqlı, geniş, rahat, hər bir otağı genişdir. Gəl dalınca. Bəli, sizə bu evi təqdim etdik. 5 otaq, 2 mərtəbə, 2 sot torpaq, Bakıxanov qəsəbəsində yerləşir. Gəl al da. Məni bəyəndinsə abunə ol, evi bəyəndinsə zəng elə.
Tamam.